Salam, hər vaxtınız xeyir olsun ki, Nastavaya baxırsınız. Studiyada Aynur Zahiddə. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Təbrizdə etiraz eyləmi keçirildi. 3 şəhərdə 5 məhbus edam edildi. Polis 4 mülki şəxsi güllələdi. Sistan və Bəlucistan əyalətində İran zabiti oğurlandı. Təyyarələr İran əvəzinə Azərbaycan üzərindən uçur. İndi isə daha ətraflı. Ötən gün Təbrizin Daneşveran şəhərciyində mənzil və torpaq sahəsi alan bir qrup təbrizli etiraz eyləmi keçirib. Onlar bu haqda sosial mediada paylaşım ediblər. Şəhər Şurasının binasına toplaşan etirazçılar 20 ildən çoxdur ki, şəhərcikdəki mənzillər üçün ödəniş etmələrinə baxmayaraq bugünə kimi onlara mülkiyyət sənədinin verilmədiyi bildiriblər. Təbriz Şəhər Şurasının başçısı Qulamrıza Əhmedi etirazçıların narazılığının əsaslı olduğunu desə də problemin həll olunması üçün Təbriz Bələdiyyəsinin məsuliyyət daşıdığını söyləyib. Tehranın Əl-Zəhra Universitetinin 100-dən çox tələbəsi yanvar etirazlarında iştirak etdiklərinə görə universitetdən qovulub. Bu haqda tələbə hərəkatına bağlı Əmir Kəbir nəşri məlumat yayıb. Həmin tələbələrin yataqxanalara girişinə qadağa qoyulub və onların əşyaları çölə atılıb. Qeyd edək ki, yanvar etirazları zamanı Əl-Zəhra Universitetində tələbələr bir neçə dəfə eyləm keçiriblər. Ötən ay Tehranın Şərif Texnologiya Universitetində də tələbələrə qarşı oxşar hərəkət edilib və 30-dan çox tələbənin təhsilinə qadağa qoyulub. İranın Şiraz, Adilabad və Qəzvin şəhərlərinin həbsxanalarında daha 5 məhbus edam edilib. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Məlumata görə onların 4-ü narkotik maddələrin alverinə, biri isə adam öldürdüyünə görə asılıb. Şirazın Adilabad həbsxanasında narkotik cinayətinə görə edam edilənlərdən birinin 52 yaşlı Setayeş Məhəmmədpur adlı qadın olduğu bildirilib. İran polisi Simnan əyalətinin Şahrut səhrasında 4 etnik bəluca atəş açaraq öldürüb. Bu haqda Simnanın polis rəisi Seyid Musa Hüseyni bildirib. Onun sözlərinə görə minik avtomobilində olan 3 nəfər və motosikletli bir nəfərə dayan əmri verilsə də onlar əmrə tabe olmadıqları üçün atəş açılıb. Nəticədə hər 4 nəfər yerindəcə həlak olub. Polis rəisinin sözlərinə görə 21 yaşlı Cəmşid Alizehi, 45 yaşlı Əbdürrəhman Qəmbərzehi, 39 yaşlı Təyyib Qəmbərzehi və 51 yaşlı Eydu Qəmbərzehi narkotik qaçaqmalçısı olublar. Onların avtomobil və motosikletindən 285 kiloqram narkotik maddə aşkarlandığı bildirilib. Sistan və Bəlucistan əyalətinin Zaul rayonunun Sərhəd alayının zabiti oğurlanıb. Məlumata görə 51 yaşlı Seyid Mehdi Əbdullahın 10 gün əvvəl oğurlansa da bugünə kimi onun taleyi barədə məlumat əldə etmək mümkün olmayıb. Sərhədçinin oğurlanması ilə bağlı məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. İranın dövlət mediasının məlumatına görə bazar ertəsi günorta saatlarında ölkənin cənubundakı Bəndər Abbas şəhəri və Geşm adası yaxınlığında partlayış səsləri eşidilib. Məlumata əsasən partlayışlar Bəndər Abbasdan müəyyən məsafədə, ehtimal ki, şəhərin qərb sahili istiqamətində yerləşən ərazidən gəlib. İran Küveytdə bir neft platformasına və 3 sərhəd məntəqəsinə zərbələr endirib. Bu barədə Küveyt Müdafiə Nazirliyi məlumat yayıb. Hücumlar nəticəsində neft platformasında işləyən bir nəfərin yaralandığı bildirilib. İran tərəfi Küveytin Şuayba limanında ABŞ-nin hərbi bazasına hücum etdiyini, 6 hərbçinin öldüyü, 60 hərbçinin isə yaralandığını iddia edib. Centcom və Küveyt Müdafiə Nazirliyi İranın iddiasını təkzib edib. ABŞ İranın Nain şəhərində yerləşən hərbi bazaya zərbələr endirib. Bu barədə Əl Cəzirə məlumat yayıb. Məlumata görə hücum nəticəsində bir hərbçi ölüb, 7 nəfər yaralanıb. Bununla yanaşı Cask limanına hücum zamanı da Qulamrıza Dehqan adlı hərbi dəniz qüvvələrinin zabiti həlak olub. ABŞ ilə İran arasında artan hərbi gərginlik regionda hava nəqliyyatına da ciddi təsir göstərib. Müharibə uçuş marşrutlarını dəyişdirib. İranın hava məkanı tərk edilir. Azərbaycanın hava məkanında uçuşlar artıb.
Günaz TV-nin məlumatına görə son günlər ABŞ və İran arasında baş verən qarşıdurma səbəbindən beynəlxalq aviaşirkətlər uçuş marşrutlarını dəyişməyə başlayıblar. Hazırda çoxsaylı sərnişin təyyarələri təhlükəsizlik səbəbindən İranın hava məkanından istifadə etmir. Uçuşların böyük hissəsi qonşu ölkələrin, o cümlədən Azərbaycan Respublikasının hava məkanı üzərindən həyata keçirilir. Müşahidələr göstərir ki, Azərbaycan üzərindən keçən beynəlxalq reyslərin sayı nəzərə çarpacaq dərəcədə artıb. Aviaşirkətlər sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə riskli bölgələrdən yayınaraq alternativ hava marşrutlarına üstünlük verirlər. Mütəxəssislər hesab edirlər ki, bölgədə hərbi gərginlik davam edəcəyi təqdirdə İranın hava məkanından istifadə edən beynəlxalq reyslərin sayı daha da azalacaq və Azərbaycan da daxil olmaqla qonşu ölkələrin hava dəhlizlərindən istifadə artacaq. İrana ağır zərbə endirdik. İran artıq Hürmüz boğazına nəzarət etmir. ABŞ prezidenti Donald Trump bildirib ki, ABŞ Hürmüz boğazında Sepahın ticarət gəmisinə hücumuna cavab olaraq İrana ağır zərbə endirib. Trump CNN telekanalına müsahibəsində deyib, dünən gecə onlara çox ağır zərbə endirdik. O həmçinin açıqlayıb ki, ABŞ və İran şənbə günü razılaşmaya çox yaxın idi. Lakin onun sözlərinə görə Sepahın ticarət gəmisinə POE ilə hücumu danışıqların dayanmasına səbəb olub. Trump bildirib, onlar hər şeylə razılaşdılar. Amma cəmi 2 saat sonra pilotsuz uçuş aparatı ilə bir gəmiyə hücum etdilər. Bunlardan nəsə qaydasında deyil. Bu arada Hürmüz boğazının vəziyyəti ilə bağlı ziddiyyətli açıqlamalar verilib. İran rəsmiləri hazırda gəmilərin keçidinin mümkün olmadığını iddia etsələr də Trump vurğulayıb. Bizim üçün boğaz açıqdır. Bundan bir qədər əvvəl ABŞ Mərkəzi Komandanlığı da bəyan edib ki, Hürmüz boğazı açıqdır və İran bu strateji su yoluna nəzarət etmir. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.